Salam olsun hər kəsə. Belə bir maraqlı funksiya misalının həllinə baxaq. Deməli, f(x) azalan xəttli funksiyadır. f(x), yəni mürəkkəb funksiyası 25x çıxılsın 16 olarsa, f-2-ni tapmalıyıq. Deməli, bizə xəttli funksiyadan söhbət edir. Xəttli funksiyanın ümumi şəkli bu şəkildədir. Deməli, f(x) bərabərdir kx üstəgəl b şəklindədir. Həm də bizim xəttli funksiyamız necə funksiyadır? Azalan funksiyadır. Yəni, deməli, k sıfırdan kiçikdir, yəni mənfi ədəddir. Həm də burada mürəkkəb funksiya verib f(x) bərabərdir. Bunun da deməli, mürəkkəb funksiyanın qaydalarından bilirsiniz ki, yəni bu deməkdir, üstəgəl b, bu da bərabər neçəyə? 25x çıxılsın 16-ya. İndi bunu açsaq olacaq k kvadratı x üstəgəl bk üstəgəl b bərabərdir 25x çıxılsın 16-ya. Bizdə k'nın qiyməti burada 25'dir. Deməli, bx üstəgəl b'nin qiyməti mənfi 16'dır. K'nın kvadratı bərabərdir 25'ə. K bərabərdir plus minus 5'ə. Bizim funksiyamız azalan funksiya olduğu üçün biz burada k'nı mənfi götürəcəyik. Burada bx, deməli bk üstəgəl b bərabərdir mənfi 16 götürürük və burada gətirib k'nın yerinə qiymətini qoyuruq, yəni mənfi 5 vurulsun b üstəgəl b bərabərdir mənfi 16'ya b-ni tapırıq. Bu ilədir mənfi 4. Mənfi 4 bərabərdir mənfi 16, b bərabərdir müsbət 4'ə. Bizim də funksiyamız xəttli funksiya etdik, hansı şəkildədir? Kx üstəgəl b şəklindədir. K'nın yerinə qoyuruq qiymətini. Elədi nə? Deməli 5x, b-ni tapılır, olur. Deməli funksiyamız olur mənfi 5x üstəgəl 4 şəklində. Bizdən də şərtdə soruşur f mənfi 2-ni, o da bərabərdir. Mənfi 5 vurulsun mənfi 2 üstəgəl 4. Mənfi 5'i mənfi 2 vurulan müsbət 10 üstəgəl 4. O da bərabərdir 14. Yəni f mənfi 2'miz bərabərdir 14'ə.